Əgər getsəniz, bizim mətbəximizlə Litvanın yemək mədəniyyəti arasında ciddi fərq olduğunu görəcəksiniz. Yemək baxımından adətən dəniz məhsulları yeyirlər. Təsəvvür eləyin, həftənin 4-5 günü ard-arda çipura və ilan balığı tipli şeylər yeyirsiniz və ya canınız sop istəyir, restorana gedirsiniz və qabağınıza balqabaq sopu və ya xiyar sopu gətirirlər. Bu arada donuz ətini də çox sevirlər. Məsələn, dumplings dedikləri düşbəriyə bənzər bir yeməkləri var. Siz onu düşbərə kimi yeyəndə içindəki donuz ətindən də payınızı almış olursunuz. Ölkənin əlverişsiz torpağı səbəbindən kənd təsərrüfatı inkişaf etməyib. Bu səbəbdən Litva xalqı zəif yemək mədəniyyətinə sahibdir. Digər tərəfdən Litvanın iqtisadiyyatı kiçik olsa da inkişaf etməkdə olan bir quruluşa malikdir. Baltik ölkələri arasında iqtisadiyyatı ən inkişaf etmiş ölkə Litvadır. Xüsusilə Avropa Birliyi sayəsində xidmət və sənaye sahələrində dəstəkləniblər və ehtimal olunan bir böhranda batmaları mümkün deyil. Avropa Birliyi faktoru olmasa belə demək olar ki, hər ölkədən bu ölkəyə tələbələr gəlir.